Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə baş özlərin digəri olan xəbər bölməsi haqqında danışaq. Xəbər mübtədaya aid hərəkət və hökmü bildirən baş üzvdür. Nə edir? Feilin bütün şəkil və zamanlarında olan suallara cavab verir. Eyni zamanda kimdir? Nədir? Necədir? Haradadır? Hansıdır? Neçəncidir və sair tipli suallardan da birinə cavab verir. Məsələn, deyirəm ki, bura Bakıdır. Avtomatik sual verilir. Haradır? Bakıdır. Deməli, xəbər oldu. Hara? Bura. Cümlən bir mübtəda, bir xəbərdən ibarətdir. Deməli, xəbər sintaktik əlaqə baxımından mübtədaya tabe olur. İkinci dərəcəli üzvləri də özünə tabedir. Deməli, xəbərin tabe olduğu tək cümlə üzvü mübtədadır. Mübtəda bax, heç nəyə tabe olmurdu. Azad, belə x-lə qoyuram. Xəbər mübtədaya tabedir. Digərləri təyin də, tamamlıq da, zərflik də hamısı xəbərə tabedir. Xəbər bir dənə mübtədanın qarşısında baş əyir. Sonrasında nitq hissələri ilə ifadə olunan xəbərlər quruluşsa sadə, söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan xəbərlər isə mürəkkəb adlanır. Bunu demişdik. Sonra idi, imiş, isə. İdi imiş isə hissəcikləri isə aid olduğu söz və birləşmələrlə birlikdə xəbər olur. Onun quruluşuna və ya növünə təsir etmir. Məsələn, deyirəm ki, Əli bacarıqlı idi. Bacarıqlı idi. Təhlil olunduğu zaman necə idi, bacarıqlı idi deyirsiniz də bir yerdə götürürsünüz. Yəni özündən qabaq gələn sözlə bir yerdə xəbər vəzifəsinə çıxış eləyir və özündən qabaq gələn sözün sualına cavab verirlər. İdi, yəni bunu desək ki, bizə xəbər quruluşsa necədir? Sadə. Çünki idi hissəciyi quruluşa təsir etmir. Bir varla yox arası bir şey kimidir. Sonra xəbər ifadə vasitələrinə görə iki yerə bölünür. Xəbərin ifadə vasitəsinə görə iki yerə bölünür. Bir var ismi xəbərlər, bir var feili xəbərlər. Feili xəbərdən başlayaq. Feili xəbər nədir? Feili xəbər müxtəlif şəkilləri ilə ifadə olunur. Feilin şəkillərində olan frazeoloji birləşmələr, təsriflənən feillər, feilin şəkillərindən əmr, xəbər, şərt, arzu, vacib, lazım cümlənin feili xəbəri olur. Məsələn, sual olaraq da nə edir, nə edəcək suallarına cavab verir. Sonrasında başlayaq. Məsələn, deyirəm ki, imtahana yaxşı hazırlaşmalıyıq. Nə etməliyik? Avtomatik sual gəlir. Nə etməliyik? Hazırlaşmalıyıq. Nəyə? İmtahana. Nə tərzdə? Yaxşı. Burada artıq nə etməliyik sualını verdim mən xəbərdə. Nə etməliyik? Sual sözümüz burada hazırlaşmalı. Vacib şəklində olduğu üçün sualına da malı məliyə artırıram və bununla bərabər bu hansı xəbər olacaq? Feili xəbər. Sonrasında olmaq, etmək, eləmək, olmaq, etmək, eləmək, sonra bilmək, sonra istəmək və başlamaq. Feilləri çox vaxt başqa sözlə birləşərək xəbər vəzifəsində işlənir. Məsələn, o test tapşırıqlarını yaza bilmədi. Nə etdi? O testi belə yazıram, testi yaza bilmədi. Testi yaza bilmədi. Nə etdi?
Yaza bilmədi. Bir yerdə təhlil olunacaq. Təkcə bilmədi deyə bilmərik. Nəyi, kim, o, nəyi, testi. Bu formada təhlil olunacaq. Yəni bu sözləri yadda saxlayın. Çox vaxt başqa sözlə birləşərək xəbər vəzifəsinə çıxış edir. Desə ki, həmişə, həmişə yox. Çox vaxt olmaq, etmək, eləmək, bilmək, istəmək, başlamaq kimi sözlər çox vaxt özündən qabaq gələn sözlə bir yerdə xəbər vəzifəsində işlənir. Bunu da qeyd etdik. Sonrasında bu feillər ilkin mənalarını saxladıqda müstəqil xəbər kimi də işlənə bilərlər. Biz bunu zaten feildə keçmişik. Olmaq ifadəsi haradasa yaşamaq mənasında olanda artıq müstəqil kimi düşünülür. Müstəqil xəbər olur. Məsələn, biz burada oluruq. Burada artıq oluruq ifadəsi nədir? Burada yaşayırıq mənasındadır. Ona görə də nə edirik? Oluruq. Kim? Biz. Harada? Burada. Bu formada təhlil olunacaq. Burada artıq bu bölmələrdə siz nitq hissələrinə aid olan biliklərinizdən də istifadə etməlisiniz. Sonrasında keçək ismi xəbər adlarla. İsim, sifət, artıq ad deyəndə məncə bilirsiniz nəyi deyirəm. Say, əvəzlik, zərf, məstər, məstər tərkibi, feili sifət tərkibi, təyini və ya qeyri-təyini söz birləşmələri, mürəkkəb adlar və s. Bunlarla ifadə olunur. Məsələn, deyirəm ki, o yaxşı şagirddir. Nədir? Şagirddir. Kim? O, necə, nə cür, nə tərzdə yaxşı. Burada artıq yox, burada tərz bildirməyəcək. Burada şey bildirəcək, təyin kimi olacaq. Yaxşı şagirddir. Təyindir. Yaxşı, burada baxın, şagirddirə baxın. Nədir söz sualını verdim mən. Nədir? Deməli burada artıq nədir? İsmi xəbərdir. Sonrasında məsələnin cavabı 5-dir. Neçədir? 5-dir. Artıq mən burada neçədir sualını verdim. Sayla ifadə olunub. Desək ki, xəbərin ifadə vasitəsi nədir? Saydır. Sayla ifadə olunub. Neçədir sualına cavab verdi və ismi xəbərdir. Yəni adlarla, söz birləşmələrindən, məsdər tərkibindən, feili sifət tərkibindən və s. bunlarla ifadə olunduğu zaman avtomatik dir şəkilçisi qəbul eləyir. Dir şəkilçisini qəbul edəndə bu da ismi xəbər deməkdir. Sonra ismi xəbərlər quruluşsa həm sadə, həm də mürəkkəb ola bilər. Sonrasında bir neçə sözlər var, onları deyim sizə. Yox, var, bəs, mümkün. Sonrasında lazım, gərək. Bu sözlər sintaktikcə bu sözlərə başqa bir adla predikativ sözlər deyilir. Predikativ. Predikativ sözlər deyilirlər. Predikativ sözlərimizdə nədir? Bu sözlər heç bir suala cavab vermirlər. Lakin sintaktik təhlil zamanı tək başına ismi xəbər kimi götürülürlər. Məsələn, deyirəm ki, kitabxanada maraqlı kitab var. Maraqlı kitablar var. Yox, burada var deməyək. Kitabxana maraqlı. Gözü bir tam cümləni düzəldim. Ya belə bunu yox, başqa bir misal yazaq. Bu məsələdən bu hadisədən mənim xəbərim var, yazıram bəst elə. Mənim xəbərim var. Varı cümlədə gördük və ya yox, bəs, mümkün, lazım, gərək, hansısa. Var, sual vermirsiniz. Çünki sual qəbul etmir bunlar. Altdan xəbərin işarəsini qoyursunuz, çünki ismi xəbərdir. Avtomatik ismi xəbər olan sözlərdir bu söz. Nə var? Mənim xəbərim var. Mənim xəbərim ifadəsi bir yerdə mübtəda ifadə olunacaq. Bu qədər asandır. Məsələn, yazıram ki, aşağıda heç kim yoxdur.
Aşağıda heç kim yoxdur. Yoxdur, artıq sual vermirsiniz. Yox gördünüz. Avtomatik xəbərdir. Kim? Heç kim. Harada? Aşağıda. Bu da bu cümləmin təhlili. Yəni var, yox, bəs, mümkün, lazım, gərək ifadələri suala cavab vermədən tək başına ismi xəbər olurlar. Sonrasında keçək xəbərin mübtəda ilə uzlaşması məsələsinə. Xəbərin mübtəda ilə uzlaşmasını deyim də, hə, burasını deyim. Xəbərin mübtəda ilə uzlaşması, xəbərin mübtəda ilə şəxsə görə uzlaşması demək olar ki, pozulmur. Şəxsə görə uzlaşması. Yəni birinci xəbər mübtəda birinci şəxsdədirsə, mən. Xəbər də birinci şəxsdə olacaq, gedirəm kimi. Yəni mən gedirəm. Xəbərlə mübtəda şəxsə görə demək olar ki, uzlaşır, həmişə uzlaşırlar. İstisna bir məqam var ki, gedən sənsən ifadəsi var. Gedən sənsən. Bu ifadədə gedən şəxsi, gedən söz üçüncü şəxsdir, sənsən ikinci şəxsdir. Bir burada pozulur. İstisna vəziyyətdir bu da. Sonrasında xəbər həmişə mübtəda ilə bir və ikinci şəxsdə kəmiyyətə görə uzlaşır. Üçüncü şəxsdə kəmiyyətə görə uzlaşa da bilər, uzlaşmaya da bilər. Kəmiyyət nədir? Kəmiyyət uşaqlar, yəni miqdar cəhətdən bildirir də. Birinci və ikinci şəxsdə həmişə eyni ilə qalır. Amma üçüncü şəxsdə o verə bilər, cəmdə təkdə bunu verə bilərdi, amma xəbəri gətirib də burada cəmdə verə bilər. Uzlaşmaya da bilər mənasında deyir. Sonrasında ümumiyyətlə, kəmiyyətə görə uzlaşma əlaqəsinin tələbi odur ki, istər insan, istər heyvan, istərsə də cansızlara aid olsun, fərqi yoxdur. Mübtəda cəmlənirsə, xəbər də cəmdə olmalıdır. Mübtəda təkdədirsə, xəbər də təkdə olmalıdır. Əgər mübtəda cəmdə, xəbər təkdə olarsa, o zaman kəmiyyətə görə uzlaşma pozulacaq. Məsələn, xəbəri o təkdə verib də, gətirib mən mübtədamı o onu cəmdə verib də, xəbəri gətirib gəldilər yazsam, avtomatik pozulacaq. Çünki gəldilər cəmdədir, o təkdədir. Deməli, kəmiyyətə görə uzlaşma pozulmuşdur. Çatdı? Məncə bu hissədə problem yoxdur. Sonrasında, mübtəda söz birləşməsi ilə ifadə olunubsa, kəmiyyətə görə uzlaşmanı da söz birləşməsinin əsas tərəfinə görə tapırıq. Qısacası, burada söz birləşməsində necə işləyəndə əsas hissə ilə tapırdıqsa, burada da uzlaşmanı istəyəndə söz birləşməsi verilibsə, əsas hissəsinə əsasən tapırıq. Sonra keçək ümumi qeydlərimizə. Uşaqlar, bayaq var sözünü dedik. Var sözü var, dövlət, imkan, dövlət, imkan, mal, mülk mənasını ifadə edəndə söz xəbər predikativ deyil. Məsələn, sənə deyər ki, məsələn, onu belə göylə aparam, puldur, vardır. Məsələn, puldur, vardır. Var deyəndə artıq nəyi nəzərdə tuturuq? İmkanı da. Vardır deyəndə avtomatik sual verirsiniz. Nədir? Vardır. Nədir? Puldur. Burada artıq var dövlət mənasında nədir sualına cavab verir də predikativ sual söz olmaqdan çıxır. Bu məsələyə diqqət yetirərsiniz. Sonra frazeoloji birləşmə təsriflənməyən formaların məstər, feili sifət, şəkilsi qəbul edərsə, bu zaman cümlədə feili xəbər yox, ismi xəbər olar. Yəni frazeoloji birləşmə deyək. Məsələn, məqsədim başa düşməsidir. Avtomatik sual versin. Nədir? Başa düşməsidir. Dil şəkilsini gördünüz. Nədir sualına cavab verdi. Oldu. Nədir sualına cavab verib. İsmi xəbər. Yəni deyir ki, burada başa düşmək ifadəsi bir yerdə frazeoloji birləşmədir. Ası, əsi, feili sifətin şəkilsini və ya maqmək, məstərin şəkilsini, feili bağlaman yox. Məstər və feili sifətin şəkilsini qəbul edəndə ismi xəbər olur. Amma frazeoloji birləşmə özü təhlikdə feili xəbər olurdu. Sonrasında
Xəbərin ifadə vasitəsi təsriflənən feilin sualı olarsa, sual əvəzliyi feili xəbərin ifadə vasitəsi olmuş olacaq. Yəni gətirib də sizə nə edir deyib də xəbər verəcək. Məsələn, Əli nə edir? Belə bir sual verdi. Avtomatik elə nə edir burada? Feili xəbər götürəcəksiniz. İfadə vasitəsi nədir? Sual əvəzliyi. Sonrasında xəbər məcazi mənalı sözlə ifadə olunarkən əvvəlindəki sözün müstəqil olub olmamasına diqqət etmək lazımdır. Əgər əvvəlindəki söz müstəqildirsə xəbərə qatılmır, əks halda bütövlükdə xəbər götürülür. İndi onu mən izah edeyim. Yəni xəbər məcazi mənalı sözlə ifadə olunur. Məsələn, bizim sevinç bürüdü. Sevinç bürüməyi nədir? Bürümək ifadəsi. Artıq məcazi mənalı sözdür də. Lakin əvvəlindəki söz ilk mənasını saxlayıb. Həmçinin onu başqa bir sözlə də əvəz etmək olar. Kədər bürüdü, nə bilim, fərəh bürüdü və s. Əvəz etmək olur. Demək ki, bu söz cümlədə mübtəda, sevinç sözü. Cümlədə mübtəda, bürüdü sözü isə müstəqil xəbərdir. Yəni nə demək istəyir? Xəbərimiz məcazi mənadadırsa, özündən qabaqçı sözə baxıram. Öz mənasını saxlayıbsa, o zaman parçalanacaq. Sevinç ayrıca mübtəda olacaq, bürüdə ayrıca xəbər olacaq. Amma ki, saxlamasa ikisi bir yerdə xəbər olaraq götürüləcək. Ümumilikdə bu qədər. Sualınız olsa deyərsiniz.